Hamınız övladınızın erkən inkişafına can atırsınız və onun üçün əlinizdən gələni edirsiniz. Amma uşağın əsl intellektual inkişafı yalnız daxili sakitlikdən və emosional təhlükəsizlik şəraitində mümkündür. Yəni can rahatlığından irəli gəlir. Bəs nə zaman bu inkişaf mümkün deyil? Evdə gərginlik varsa, valideynlər arasında daimə narazılıq və münaqişə olduqda, bu halda uşağın zehni enerjisi özünü qorumağa sərf olunur. Evdə yüngüllük və ümumi zarafat abu-havası yoxdursa, uşaq daimə səhv etməkdən qorxursa, uşaq təşəbbüskarlığını itirirsə, uşaqdan həddindən artıq çox ana ya ata nəsə tələb edirlər və uşaq başa düşmür ki, ondan axı nə istəyirlər. Bu hallarda inkişaf dayanır. Çünki beyin təhlükə rejimına keçir. Bu cür mühitdə biliklər yox, yalnız gərginlik böyüyür. Yəni bu gələcək üçün heç də sərfəli investisiya deyil. Davamını aşağıda oxuyarsınız. Bizim hamımıza həmişəki kimi böyük uğurlar.